Hər vaxtınız xeyirli olsun, dəyərli mühasiblər, maliyyəçilər və sahibkarlar. Mövzumuza keçməmişdən öncə, ilk öncə sizi gözəl ay münasibətilə, Ramazan münasibətilə təbrik edirəm. Allah Subhanahu taala tutduğunuz oruçları, etdiyiniz duaları qəbul edəsin. Bu ay çox bərəkətli aydır və hər bir müsəlman dünyasının insanı mütləq bu ayın faydasından, xeyrindən istifadə etməlidir. Allah oruclarınızı qəbul etsin. İnşallah mükafatını bir gün görəcəyik. Keçək mövzumuza. Bu günləri mən sizə məzəndə fərqlərindən danışacağam. Məzəndə fərqlərinin maliyyə uçotuna olan təsiri və təbii ki, vergi uçotuna, vergi tutma məqsədləri üçün olan təsiri. Bəzi dostlarımız bu mövzu ilə bağlı qaranlıq məqamları var. Bacardığım qədər bu mövzunu daha qısa və lakanik izahını verəcəm. Ümumiyyətlə, maliyyə uçotuna görə, ilk öncə maliyyə uçotuna görə bu, mühasibat uçotunun beynəlxalq standartı 21 nömrəli standartla tənzimlənir. 21 nömrəli standartda diqqət edəcəyimiz əsas məqam odur ki, məzəndə fərqləri yalnız və yalnız monetar xarakterli maddələrimizə təsir edir. Monetar xarakterli maddələr dedikdə biz nəyi anlayırıq? Monetar xarakterli maddələr pula çevrilə bilən və ya pulu əvəz edən maddələr hesab olunur. Yəni, misal üçün, şərti olaraq debitor borclar, yəni bizim alacaqlarımız. Əgər biz debitor borcu dediyimiz zaman, təbii ki, ağlımıza kiminsə bizə pul verəcəyini düşünürük və pul verəcəyini bilirik əməliyyatın xarakterindən. Və yaxud da kreditor borclar. Kreditor borc dediyimiz zaman biz bilirik ki, biz kiməsə pul ödəməliyik, borcumuz var. Və ya verilmiş borclar, alınmış borclar. Bunlar hamısı monetar xarakterli maddələr hesab olunur. Monetar xarakterli maddələr həm aktiv ola bilər, həm pasiv hesablarda öz əksini tapa bilər. Önəmli olan odur ki, o maddələrin adı çəkildiyi zaman ağlımıza gələn pul olur. Əgər bu şeylər varsa da, bu bizim üçün monetar xarakterli maddələr hesab olunur. Təbii ki, qarışdırdığımız məqamlardan biri də bizim dəyər anlayışıdır. Dəyər anlayışı fərqli bir anlayışdır. Hər bir aktivin və ya istənilən bir borcun dəyəri var, təbii ki, amma bu monetar xarakterli olmaq xüsusiyyətli deyil. Çünki monetar xarakterli aktivlər və ya öhdəliklər dediyimiz zaman ağlımıza sırf pulun olması gəlir. Burada ən incə məqamlardan biri də ondan ibarətdir ki, bəzi maddələr bizi yanlışlığa aparır, hansı ki bu maddələr bizim üçün sanki monetar xarakterli maddələrə bənzəyir, amma təbii ki, monetar xarakterli yox, qeyri-monetar xarakterli maddələr kimi qeyd olunur və yaxud da bilinir. Bunlardan ən çox istifadə etdiyimiz bizim avanslardır. Ümumiyyətlə qeyd edim ki, avanslar qeyri-monetar xarakterli maddələr kateqoriyasına aiddir. Yəni, avans dediyimiz bir şey o deməkdir ki, biz hər hansısa bir mal, iş, xidmətlərə görə ya öncədən pul ödəyirik, ya öncədən pul alırıq. Bu o deməkdir ki, biz əgər hər hansısa bir mal, iş, xidmətə görə qarşı tərəfə öncədən pul ödəyiriksə, artıq mənim qarşı tərəfdən, yəni verilmiş avans dediyim hər hansısa bir aktiv hesabımda və yaxud da gələcək dövrün xərci dediyim aktiv hesab dediyim zaman ağlıma mənim pul yox, qarşı tərəfdən alacağım mal, iş, xidmət gəlir. Və yaxud da bunun əksi verilmiş alınmış avans, üzr istəyirəm, alınmış avans mən hər hansısa bir mal, iş, xidmətə görə qarşıdan öncədən pul alıram. Alınmış avans və yaxud da gələcək dövrün gəlirləri dediyimiz kateqoriyada olan öhdəliklər kateqoriyasında olan hesablarda isə bizim ağlımıza mənim verəcəyim pul yox, o iş, xidmət, mala görə olan borcumdur. Ona görə bir dəfəlik qeyd edeyim ki, yadınızda saxlayın ki, alınmış avanslar, yəni avanslar və yaxud da verilmiş avanslar, ümumiyyətlə avanslar qeyri-monetardır və ən çox səhv elədiyimiz nöqtə də məhz burada olur. Biz hər hansısa bir avans ödədiyimiz zaman, sabahları aktivimiz əldə olunanda və yaxud da xərcimiz yarananda ödədiyimizi də məzənnə fərqinə cəlb edirik. Xeyr, məzənnə fərqinə cəlb olunmur. Şərti olaraq bir misal deyim. Deyək ki, bir də onu qeyd edeyim ki, ondan sonra misalımı çəkəcəm. Bir də onu qeyd edim ki, ümumiyyətlə məzənnə fərqi bizim mərkəzi bankda dəyişənlər arasında yaranır məzənnə fərqi. Yəni, deyək ki, mən hər hansısa bir Amerika ABŞ dolları almışam, 1 manat 70 qəpik bizim mərkəzi bankın məzənnə yerində qeyd olunub, bir ABŞ dollarının alternativi, ekvivalenti 1 manat 70 qəpik
və düşünün ki, mən onu bir müddətdən sonra alıram 1 manat 70 qəpikdən, bir müddətdən sonra satanda o olur 2 manat, 2 manat. Bu zaman 1 manat 70 ilə 2 manat arasında yaranan 30 qəpik mənim üçün məzənnə fərqindən gəlir və ya məzənnə fərqindən xərc olur. Yəni, məzənnə fərqindən yaranan fərqlər, onun alışı zamanı və yaxud da onun tanınması zamanı, onun ödənilməsi və ya ödəməni əldə edilən zamanı arasında yaranan fərq bizim üçün ya məzənnə fərqindən gəlir, ya məzənnə fərqindən xərc yaranacaq. Demək elə çıxır ki, məzənnə fərqindən yaranan fərqlər müəssisənin bir tərəfdə mənfəət zərərinə gəlir xərc kimi, digər tərəfində isə bizim maliyyə vəziyyəti haqqında hesabatda aktiv və öhdəliyə təsir edir. Qeyd edeyim ki, burada incə məqamlardan biri də bizim məzənnə fərqinin təsirləri, bayaq qeyd etdiyim misalın üzərində 1 manat 70 ilə 2 manat arasında yaranan fərqdir. Bu, Mərkəzi Bankın məzənnələrində hər hansısa bir dəyişiklik varsa, bizim üçün məzənnə fərqindən dəyişiklik o bankda yaranan fərqə görə olur. Amma təbii ki, biz Mərkəzi Bankdan 1.70 məzənnə fərqini görüb, hansı ki əməliyyatı həyata keçirdiyimiz bankda bu təbii ki 1.70 ilə olmayacaq, çünki orada konvertasiya bir xidmət haqqısı olacaq. Bunu biz məzənnə fərqindən gəlir və ya xərcə tanımayacağıq. Bu bizim üçün bank xidmətləri xərci olacaq, konvertasiya xərci olacaq və həmin arada deyək ki 1.70 bizim Mərkəzi Bankdadır, amma bizim öz bankımızda isə 1.71'dir. Bu zaman həmin o 1 olan hissə bizim üçün konvertasiya xərci kimi, 1 manat 70 isə bizim məzənnəni tanıdığımız dəyər kimi tanıyacağıq. Və gələcəkdə 1.70-dən yuxarı yenə də Mərkəzi Bankın müəyyən elədiyi valyuta ilə, məzənnə ilə bizim 1.70'miz müqayisə olunacaq. Arada yaranan fərq bizim üçün tanınacaq məzənnə fərqindən gəlir və ya xərc kimi. Amma hansı ki banka aid olan konvertasiya xidməti isə bu bizim gündəlik əməliyyatlarımıza aid olan bank xərclərinə, bank konvertasiya xərclərinə aid edilir. Maliyyə ücretində müəyyən nöqtələrə toxundum. Vergi tutma baxımından da təbii ki məzənnə fərqləri müəssisənin mənfəət bəyannaməsində, gəlirlər bölməsində qeyd olunur. Müsbət məzənnə fərqi gəlirlər bölməsində gəlir kimi və elə həmin bölmədə də gəlir bölməsində aşağı sırada məzənnə fərqidən mənfi fərqi də yazmaqla biz mənfi və ya gəlirimizi çox olsa xərc azaldır gəlirimizi, əksik olsa gəlirdən gəlirimizdə biraz daha çox qalır. Sadəcə vergi tutma məqsədləri üçün bu çox belə deyək də heç də asan məsələ deyil. Bunun üçün gərək müəssisənin mühasibi bütün xarici əməliyyatlarını, bütün xarici əməliyyatlarla bağlı ödəmələrini və eyni zamanda müəssisənin uçotunu aparmalıdır ki, onun yarandığı, yəni aktivin yarandığı gündə onun öhdəliyinlə, borcunla və yaxud da alacağınla, debitoru və ya kreditorunla müqayisə eləsin ödəməni. Arada yaranan fərqi isə özündə məzənnə fərqindən müsbət və ya mənfi fərq kimi tanısın. Bununla bağlı təbii ki sizin bir açıqlamanız olmalıdır. Mütləq bütün ödəmələrin fərqini tanımalısınız. Ən incə məqamlardan biri vergi tutma məqsədlərində daha çox ümumiyyətlə dostlarımızın qarşılaşdığı məsələlərdən biri. Biz xaricdən ithal elədiyimiz zaman biz avans ödənişi eləyirik. Biz qeyd elədik ki, avans ödənişi hansı gündə ödənibsə, həmin gündə olunan məzənnə ilə tanınır və o demək olar ki, aktivin ilkin dəyərinə birbaşa həmin dəyərlə tanınır. Şərti olaraq, məsələn, bir xarici valyuta ilə ABŞ dollarından 100 minlik müqaviləmiz var. Hər hansısa bir aktiv alırıq, avadanlıq alırıq xarici ölkədən və müqavilə şərtinə görə birinci 30% ilkin ödəniş olmalıdır. 30% ilkin ödəniş etdiyimiz günün məzənnəsi nədirsə, deyək ki 1 manat 70 qəpik, o zaman 1 manat 70'i vururuq 30'a, 51 min manat sanki bizim artıq aktivimizin ilkin dəyəri kimi tanınır. Digər 70 min aktiv özü gəldiyi zaman, əldə olunduğu zaman, təbii ki yük gömrük bəyannaməsində həmin aktivin əldə olunduğu gündən
bizim məzənnə tanınır. Çünki orada qeyd olunur həmin dəyərlə. Buna baxmayaraq, əgər biz öncədən pul ödəmişiksə, istər maliyyə çotu baxımından, istər vergi tutma baxımından biz ödədiyimiz günün məzənnəsini o rəqəmdən tanıyırıq. Yəni ödəniş günün, avans ödədiyimiz gündən 51.000 manat. Bizim üçün yük gömrük bəyannaməsində göstərilən rəqəm heç də əhəmiyyətli bir rəqəm deyil. Bununla bağlı təbii ki, bizə bir vergidən kameral gələ bilər. Bununla bağlı siz açıqlamalarda qeyd edirsiniz və ödəniş məbləğini hansı gündə ödəniş eləmişsinizsə, o gündən ödəniş tapşırığını skan edib göndərməklə bu məsələyə tam aydınlıq gəlinir və qəbul olunur. Burada hər hansıda bir ziddiyyətli məqam yoxdur. Biz avansı ödədiyimiz günün məzənnəsindən tanıyırıq. Aktivimizin ilkin dəyəri olur. Digər hissəsi aktivimiz gələn gün isə 100.000-in yox, 70.000-in gələn günün məzənnəsi nədirsə, o məzənnə ilə tanıyıb aktivin tam dəyərini tanımış oluruq. Digər tərəfdə isə həmin aktivə görə, həmin o 70.000 dollara görə günün məzənnəsindən yaranan borcu biz kreditor borc kimi qeyd edirik. Təbii ki, həmin kreditor borc günün məzənnəsi nə ilə yaranıbsa, ondan qeyd olunur. Şərti olaraq deyək ki, 70.000 dollarım mənim yaranıb 1.80-lə, bu edir 106.000 manat, 126.000 manat. Demək də çıxır ki, mənim aktivin əldə olunan günü 126.000 manat aktivin 70.000 dollara görə ilkin dəyərinə daxil oluyor. Bir də bizim ilkin avans ödəmişdik 51.000 dollar, 51.000 manat. Bundan toplanır, bu olur aktivimin ilkin dəyəri. Bu öz qaydasından deyək ki, maliyyə çotu və vergi çotuna uyğun amortizasiya olunur. Digər tərəfdə isə bizim vergi tutma məqsədlərində isə 126.000, istər maliyyə çotunda da 126.000 bizim aktivə görə kreditor borcumuz yaranır. Təbii ki, burada müsbət və ya mənfi fərq nə zaman yaranır? Biz müqavilə şərtimizə görə aktiv əldə olunandan sonra, bir ay sonra aktivin 50.000 dollar olan hissəsi də ödəniş olunur. 50.000 dollar hissəsini ödədiyimiz zaman deyək ki, valyutanın məzənnəsi 1.90 olub. O zaman biz 50.000 manatı vururuq 1.90-a. Bu eləyir 95.000 manat. Bizim ödəməmiz faktiki 95.000 manatla ödəniş olacaq. Amma borcumuz 70.000 dollardan 50.000 dollar çıxacaq və bizim 126.000 dollardan hansı gündə yaratmışdıqsa borcu məzənnəsi, o məzənnə ilə azalacaq. Yəni biz yaratmışdıq 126.000-i biz yaratmışdıq 1.80-lə, o zaman 50.000 dolları vururuq 1.80-ə, bu eləyir 90.000 manat. Demək də çıxır ki, bizim vaxtında borcu vermədiyimiz üçün və valyutalarımızda dəyişikliklər olduğu üçün biz burada zərərə düşürük. Niyə? Çünki mən vaxtında borcu, yəni yaratdığım günü 1.80-lə versəydim, mən 90.000 manat pul verəcəkdim 50.000 dollara görə. Amma bu günləri gecikdiyim və valyutada dəyişiklik olduğu üçün mən həmin qarşı tərəfə manat olaraq məndən 50.000 dolların ekvivalenti olaraq 95.000 manat çıxır. 95.000 manatla və öhdəliyimin azalması 90.000 manat arasında gələnən 5.000 mənim mühasibat çotumda məzənnə fərqindən xərc kimi mənfəət zərərdə tanınır. Təbii ki, bunların hamısında vergi çotunda əks etdirmək üçün biz maliyyə çotunun bu uçot sistemini ardıcıl, fasiləsiz aparmalıyıq və vergi tutma məqsədlərində bununla bağlı bizə gəldiyi zaman, hər hansısa bir kameral və yaxud da açıqlamalar istənildiyi zaman biz Excel faylda bu bütün əməliyyatların qeydiyyatını, təbii ki, ödəniş tapşırıqlarını skan eləməklə, digər lazım olan məlumatları da skan eləməklə öz mənfəətimizdən xərc olaraq olduğu zaman və yaxud da gəlir tanındığı zaman tanıya bilərik, qeyd edə bilərik. Dəyərli dostlar, bununla bağlı bacardığım və əsas açar nöqtələrə toxunmağa çalışdım. Bir də onu qeyd edeyim ki, birdən dostlarımız video çəkilişlərdə, şərhlərdə deyir ki, müəllim, bu hissəni unutmuşsunuz, bunu qeyd eləməmisiniz. Təbii ki, mən burada çalışıram ki, mövzular çox uzun olmasın, bütün mövzulara toxuna bilmirəm, amma əminliklə deyə bilərəm ki, gələcəkdə bütün mövzularla bağlı toxunulmamış məqamlara da yenidən toxunulacaq, həmin məqamlar ayrıca açıqlamalar veriləcəkdir. İnşallah Ramazanınız bir daha mübarək olsun, Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul eləsin. Təşəkkür edirəm.